Salam uşaqlar. Bizim növbəti dərsimiz üçbucaqlar olacaq. Üçbucaqlar geniş anlayışdır. Mən onu hissə-hissə çəkib sizə təqdim edəcəm. Birinci başlayırıq üçbucaqdan. Üçbucaq nəyə deyilir? Üçbucaq müstəvi üzərində, üçü bir düz xətt üzərində olmayan, üç nöqtəni ardıcıl birləşdirən üç parçadan olan və ibarət olan fiqura üçbucaq deyilir. Üçü bir düz xətt üzərində olmayan nöqtəni, üç nöqtəni ardıcıl birləşdirən üç parçadan ibarət olan fiqura üçbucaq deyilir. Üçbucağın üç təpəsi var, üç dənə tərəfi var, üç dənə bucağı var. Demək, üçbucağın üç təpəsi, üç tərəfi, üç bucağı var. Üçbucağın təpələrini adlandırsaq böyük hərflərlə, əgər balaca hərflərlə adlandırsaq, tərəfini adlandıranda kiçik hərflərlə adlandırırıq. Məsəl üçün, mən yazıram buradan AB tərəf, C də tərəfdir. AB C-yə bərabərdir. BC bərabərdir A-ya, yəni eyni tərəfin adıdır. Oradan bərabərlik qoyuram. Tərəfdir. AC-miz də həmin qayda ilə alınır B tərəflərdir. Demək, üçbucağın tərəfi var. Üçbucaq qurularkən xattkeş və pərgərin köməyi ilə qurulur. Üçbucağın adlandırılması belə olur. Üçbucaq A, B, C və yaxud da ki ABC üçbucağı. ABC üçbucağı belə adlandırılır. Üçbucaq ABC və ya ABC üçbucağı kimi adlandırılır. Üçbucağın növləri var. Onların tərəflərinə görə növləri var və bucaqlarına görə növləri var. Tərəflərinə görə üçbucaq üç növü var. Birinci müxtəlif tərəfli üçbucaq. Baxın, A, B, C. Yəni, müxtəlif tərəflidə 3, 4, 5. Müxtəlif tərəfli üçbucaqdır. İkinci halda bərabər yanlı üçbucaqdır. A da B. 5, 5, 6. Üçüncü halda bərabər tərəfli üçbucaqdır. A, bu da A. Məsəl üçün 5, 5, 5. Demək, üçbucaq tərəflərinə görə üç növ var. Müxtəlif tərəfli üçbucaq, bərabər yanlı üçbucaq, bərabər tərəfli üçbucaq. Bu oldu üçbucağın tərəflərinə görə növləri. Və üçbucağın bucaqlarına görə də növləri var. Birinci olur iti bucaqlı üçbucaq. Ta ki alfa, beta, bu da olsun gamma. Şimdi üçbucağı fərqi yoxdur. Buna deyirlər iti bucaqlı üçbucaq. Əgər bucaqları müxtəlifdir, buna deyirlər iti bucaqlı üçbucaq. Hər bucaq alfadan, hər bucaq daha doğrusu 90 dərəcədən kiçikdir. Bucaq beta da 90 dərəcədən kiçikdir və 90 dərəcədən kiçikdir. İti bucaqlı üçbucaqda bütün bucaqlar 90 dərəcədən kiçikdir. İkinci halda düz bucaqlı üçbucaq. Bir bucağı düz bucaqdır.
Digər iki bucağı iti bucaqdır. Düzbucaqlı üç bucağın bir bucağı düz bucaqdır, digərləri iti bucaqdır. Yəni bucağının biri 90 dərəcədir, olur düz bucaqlı üç bucaq. Biri də kör bucaqlı üç bucaq. Bura 90 dərəcədən böyükdür, digər x-i 90 dərəcədən kiçikdir. Cəmi 90 dərəcədən kiçikdir. İstənilən halda üç bucağın, baxın, düzbucaqlı üç bucağın bir bucağı düzdür, qalan x-i mütləq itidir. Kör bucaqlı üç bucağın bir bucağı kör bucaqdır, digər x-i mütləq itidir. İti bucaqlı üç bucağın bütün bucaqları itidir. Yəni, üç bucaqda, ixtiyarı üç bucaqda. İki dənə bucağın x-i iti bucaqdır, mütləqdir. Üçüncü bucaq düz bucaqda ola bilər, kör bucaqda ola bilər. Düz bucaq olanda olur bərabər düz bucaqlı üç bucaq, kör bucaq olanda olur kör bucaqlı üç bucaq. Və üç bucağın daxili bucaqları olsun alfa, beta, daxili bucaqlarının cəmi 180-dir. Mütləqdir. Üç bucağın daxili bucaqlarının cəmi nədir? Üçünün cəmi 180-dir. Üç bucağın hər hansı təpəsindən çıxıb, baxın, daxili bucaqla qonşu olan bucağa onun xarici bucağı deyilir. Oldu zid. Demək, xarici bucaqların cəmi 360-a bərabərdir. Demək, üç bucaqda daxili bucaqların cəmi 180-dir, xarici bucaqların cəmi 360-dır. Üç bucağın hər hansı bir təpəsindən çıxıb, onun daxilindəki bucağa qonşu olan bucağa xarici bucaq deyilir. Xarici bucaqla daxili bucağın cəmi 180 dərəcə verir. Y-lə betanın da cəmi 180 dərəcə verir. Qamma ilə də x-in cəmi 180 verir. Demək, üç bucağın bir daxili bucağı ilə bir xarici bucağının cəmi 180 dərəcədir. Bütün daxili bucaqlarının cəmi 180 dərəcədir. Bütün xarici bucaqlarının cəmi 360 dərəcədir. Demək, üç bucağın bir xassəsi də var ki, xarici bucağın xassəsi. Tutaq ki, bura x-dırsa, bura betadır, bu da alfadır. Üç bucağın xarici bucaq ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Burada bir y qoysam, onda y bərabərdir beta üstəgəl qammaya. Burada bir dənə z qoysam, z də bərabərdir alfa üstəgəl. Üç bucağın xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Məsəl üçün, nümunə göstərim. Tutaq ki, bura 70 dərəcədir. Burada olsun 40 dərəcə. Deyir, digərlərini tap. Mən bu cür iki yolla gedə bilərəm. Bir xarici bucağın cəmindən gedə bilərəm. Demək dedik ki, xarici bucaq qonşu olmayan bucaqların cəminə bərabərdir. Bura 70-dirsə, bura 40-dırsa, bura 30-dur. Bunların x-in cəmi bunu verəcək. Burada olur 110 dərəcə. Birinci bu yolla gedə bilərəm. Bir başqa cür də həll eləyərəm ki, məsəl üçün, bura 70 dərəcədirsə, bura 40-dır, vermişdik. Burada onda 110 olacaq. Çünki x-inin cəmi 180 verməlidir. Onda üç bucağın da bütün bucaqların cəmi 180 olduğuna görə burada 30 dərəcə verir. Sonra gəlir, demək, üç bucağın tərəfləri və bucaqları arasında münasibət. Demək, üç bucağın tərəfləri və bucaqları arasında münasibət. Yəni, üç bucaq verilmişik belə.
Daha ki bura alfadır, bura betadır, burada. Bura A'dır, bura B'dir, burada C olsun. Demək üçbucaqda böyük bucaq qarşısında böyük tərəf durur, kiçik bucaq qarşısında kiçik tərəf durur. Əgər A böyükdür B-dən, o da böyükdür C-dənsə, demək ən böyük tərəf A-dır, sonra B-dir, sonra C-dir. Onda A-nın qarşısındakı bucaq budur, böyük olmalıdır. B-nin qarşısındakı bucaq B-dən, B-nin qarşısında bucaq betadandır, o da bərabərdir C-nin qarşısındakı bucaq alfadır. Yəni üçbucaq bərabərsizliyinə görə, üçbucağın tərəfi ilə bucaqlar arasında münasibətə görə, üçbucaqda böyük bucaq qarşısında böyük tərəf durur, kiçik bucaq qarşısında kiçik tərəf durur. Üçbucaqda böyük bucaq qarşısında böyük tərəf durur, kiçik tərəf qarşısında kiçik bucaq durur. Məsəl üçün, belə bir nümunə yazıram bura. Yazıram bura 5, 6, bu da 7. Alfa, beta, da. İndi hansı bucaqlar müqayisə eləyin deyir. Ən böyük tərəf 7-dir. 7-nin qarşısında beta bucağı durur. Beta böyükdür. Sonra alfadır. Alfanın qarşısında 6 durub deyən alfadır. O da böyükdür. Qammadır. Demək ən kiçik hansıdır? Qamma. Qamma bucağıdır. Demək üçbucağın demək və üçbucaq bərabərsizliyi var, bir də üçbucağın perimetrləri var. Ümumiyyətlə, hansı halda üçbucaq mövcuddur, hansı halda üçbucaq mövcud deyil. Biz demişdik ki, üçbucaqda, yəni bu qayda var. A, B, C. Üçbucaq bərabərsizliyi nədir? Üçbucağın iki tərəfinin cəmi böyük olmalıdır üçüncü tərəfdən, mütləqdir. Həmin bunun da fərqinin modulu böyük olmalıdır C-dən. O kiçik olmalıdır C-dən. O biri xassədən B üstəgəlsin C böyük olmalıdır A-dan. Modulda B çıxılsın C də kiçik olmalıdır A-dan. Sonra A üstəgəlsin C böyük olmalıdır B-dən. A çıxılsın C də kiçik olmalıdır B-dən. Yəni iki tərəfinin cəmi üçüncü tərəfdən böyük olmalıdır, fərqindən də kiçik olmalıdır. Bütün növ üçbucaqlara aiddir. Biz yeganə halda üçbucaq var ki, düzbucaqlı üçbucaqdır. Orada C kvadrat bərabərdir, A kvadrat üstəgəl B kvadrat düsturu tətbiq eləmək olur. Digərlərin elə bu xassələr hamısı ödəyir. Ümumiyyətlə, düzbucaqlı üçbucaqda da ödəyir o. Demək, üçbucağın tərəfləri və bucaqlar arasında, daha doğrusu üçbucaq bərabərsizliyinə görə üçbucağın iki tərəfinin cəmi üçüncü tərəfdən böyük olmalıdır, fərqindən kiçik olmalıdır. Və bu xassə üçbucaq qurarkən diqqət edəcəyimiz məqamlardır. Məsəl üçün, belə bir sual verirəm. Deyir ki, məsəl üçün, bura 5-dir, bura 3-dür, bura 9-dur. Deyir, bu üçbucağı, belə bir üçbucaq var, yoxsa yoxdur. Mən 5-in üstünə 9 gələrəm, görürəm ki, böyükdür 3-dən, düzdür. 9-dan da 5-in çıxıram modulda. Kiçikdir. Dokuzdan 5'in üstünə 9 gələn böyükdür 3-dən, düzdür. Fərqindən də kiçik olmalıdır. Amma baxın, bu xassəni ödəmədi axı. 9-dan 5'in çıxana 4'dür. 4 də 3'dən böyük oldu. Eyni zamanda 5'in üstünə 3 böyük olmalıdır 9'dan. Amma kiçik oldu axı 9'dan. Demək bu ödəmədi. Demək belə üçbucaq ümumiyyətlə yoxdur. Üçbucağın perimetri nədir? Ümumiyyətlə perimetr anlayışı, perimetr tərəflərin cəmidir. Üçbucaqda, müxtəlif tərəfli üçbucaqda perimetr A, B üstəgəl C olur. Bərabər yanlıda 2A üstəgəl B olur perimetr. Müxtəlif tərəflidə perimetr 3A'ya bərabərdir. Yəni A üstəgəl 3A. Yəni tərəflərin cəminə
perimetr deyilir. Demək, üçbucaqda əgərlərin körbucaqlı üçbucaqdırsa, baxın, körbucaqlı üçbucaqdırsa, məsələn, bura olsun C tərəfi, bura A'dır, burada B'dir. C bucağı tərəfində durub, körbucağın tərəfində qarşısında durub, bax, buradır. Onda bu bucaqdır, bu da olsun alfa, bu da olsun beta. Düzdə 90 dərəcədən böyükdür. Bu şərtimiz var ki, körbucaqlı üçbucaqdır, böyükdür 90 dərəcədən. Onda bu üçüncü tərəfdə bu xassəni ödəməlidir. B çıxılsın C, kiçik olmalıdır. Bağışlayın, B çıxılsın A, kiçik olmalıdır C'dən. O da kiçik olmalıdır. Kök altda A kvadrat üstəgəl B kvadratdır. Bu şərt mütləq ödəməlidir. Demək, körbucaqlı üçbucaqda körbucaq təbəsindəki tərəf bu xassəni ödəməlidir. Əgərlərin körbucaqlı üçbucaqda daha doğrusu, bağışlayın, burada mən bilgədə elədim, bu 90 dərəcədən kiçik olanda. Yəni, iti bucaqlı 90 dərəcədən kiçikdir. Amma bu bucaq 90 dərəcədən kiçik olanda bu xassə ödəyir. Əgər 90 dərəcədən böyük olarsa, 90 dərəcədən böyük olacaqsa, onda kök altda A kvadrat üstəgəl B kvadrat kiçik olmalıdır C'dən, o da kiçik olmalıdır B üstəgəlinsin A'dan. Baxın uşaqlar, burada 90 dərəcədən kiçikdir, amma burada 90 dərəcədən böyükdür bu xassədə. Əgər iti bucaqlı üçbucaq olarsa, iti bucaqlı üçbucaq verirsə, yəni bucaqların deyirsə ki, üçü də iti bucaqlıdır, onda olacaq B kvadrat çıx C kvadrat kök altda. Kiçikdir A'dan, o da kiçikdir kök altda B kvadrat üstəgəl C kvadratına. Sonra o birisi tərəflərindəki A kvadrat çıxılsın C kvadrat. Kiçik olmalıdır B'dən, o da kiçik olmalıdır kök altda A kvadrat üstəgəlsin C kvadratdan. Bu birisində kök altda A kvadrat çıxılsın B kvadrat. Kiçik olmalıdır C'dən, o da kiçik olmalıdır kök altda A kvadrat üstəgəl B kvadrat. Bu üç bucaqları haqqında qaydalardır. Bu qaydaları tam mənimsəmək lazımdır ki, verilən suallara yaxşı cavab verəsiniz. Məsəl üçün, belə bir nümunə yazıram mən. Bura yazıram alfa, bura 6, bura 8, burada x-dir. Əgər bu düz bucaqlı üçbucaqdırsa, alfamız bərabər 90 dərəcədirsə, onda x kvadrat bərabərdir 6-nın kvadratı üstəgəl 8-in kvadratı. Bərabərdir 100-ə. Çünki 6-nın kvadratı 36-dır. 8-in kvadratı 64-dür. Toplayanda 100, x da bərabər 10-a. Bura oldu 10. Əgər alfamız, bu alfamız, bura 6, burada 8-dir. Əgər 90 dərəcədən kiçikdirsə, onda olacaq 6 çıxılsın x, 8, kiçik olmalıdır x-dan, o da kiçik olmalıdır kök altda 6-ın kvadratı üstəgəl 8-in kvadratından. Altdan çıxıram 2, kiçikdir x-dan, o da kiçikdir 10-dan. Demək, x 3, 4, 5, 6, 3, 4, 5, 6, 7, 8, 9-a qədər ola bilər. Əgər körbucaqlı üçbucaqdırsa, onda kök altda A kvadrat üstəgəl, daha doğrusu 6-ın kvadratı üstəgəl 8-in kvadratı kiçikdir x-dan, o da kiçikdir 6-ın üstünə 8-dən. 6-ın kvadratından 8-in kvadratını toplayanda kök altda 100 eləyir, o da eləyir 10.
kiçikdir x-dan, bu da kiçikdir 14-dən. 10-dan 14 arasında 11, 12, bir də 13. Bu da bunlardan nümunədir. Üçbucağın tərəfləri bucaqları arasında əlaqədən bu qədər. Sağ olun, növbəti videoda görüşərik.